Resmen necə araqdır bu araq? Çox gözəl araqdır, çox dəqiqdir, bütün texnologiyalar üzərində qurulmuşdur. Əslində araq o, nəyinlə keyfiyyətidir? Araqda həmişə sivuş yağlar olur. İnsanı zəhərləyən, həmin o sivuş yağları. Onun üçün də bu zavodda kömür var, o kömür bütün o sivuş yağlarla təmizləyir. Ondan başqa burada suyun mineral duzlarını sabit saxlayan aparat var. Onunla, o suyla o spirt qarışdırılır və ondan sonra araq halı salınır. Əziz insanlar, mən arağı sizə heç qılmıram ki, demirəm ki, siz hamınız araq için. Kim içirsə, təmiz araq için. Arağı içirsinizsə, safını için, təmizini için. Bax, bu zavodun buraxdığı araq için. Moskovski, Megapolis arağı yaxşı araqdır. Onu için. Təmiz araqdır. Gelip cibizliğini içmeyin. Təmiz araq için. Onda organizmden sağlam olacaq, immunitetimiz yüksək olacaq. Mən çox sevinirəm ki, bizim Azərbaycanın bir istehsalı var. Bütün sexlərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Birincisi, onun spirtinin təmiz olmasıdır. Amma bunların buraxdığı arağın spirti Azərbaycanın buğdasından, İsmailin buğdasından hazırlanmış spirtdir. Özü də klonsuzdur. En yeni texnologiyalar bu zavoddadır. Yəni burada əsas burada nədir? Kömürdür. Kömürün əhəmiyyəti nədir biraz əziz insanlar? O spirtdə olan sivuş yağlarını oradan çıxartmaq və oranı təmiz saflaşdırmaq deməkdir. Bunlarda həm kömür var, həm qum var, xüsusi kvarslı qum deyirlər onlar. Çox önəmlidir. Onun tertemiz edir, suyunu sabitləşdirən, onun pH'ını düzəldən, zəhər qələvi şərait yaradan, ondan başqa mineral duzlarını sabit saxlayan, onların ayrıca bir aparatları var. Moskovski, Megapolis arağı yaxşı araqdır. Onu için. Təmiz araqdır. Gedib cibizliğini içmeyin. Kartoşkadan hazırlanmış, spirtdən hazırlanmış arağı içmeyin. Gedib nə bilim mən, neftdən hazırlanmış arağı içmeyin spirti. Təmiz araq için. Onda organizmden sağlam olacaq, immunitetimiz